Teşekkür ederim. Çok sağ olun. Minnettarım. 2023. yılda olduğumuzu hatırlamalıyız. Yani inşallah. 2023 yılda ben Devlet Oğlu özüm hastalık için Merve Çavuşoğlu'nda Dostova'da bunu diyelim. Öyle. Demek 23. yılda Ərzəbəkanda bizi qonaq çağırdı. Ərzəbəkanda bilirsiniz, milletvekilinde hem de bize geldi ki, desteklerinin olduğu müfazlarından bir ilgimiz var mı? Sonra Merve Çavuşoğlu'na nasihat ettik. O da kadar buradaydı. Azerbaycan değil. Yani ki o vakti var. Erdoğan'la burada Şuşa'ya gittiler. Hatırlıyoruz. 2022 yıllarında. Orada mənə çıxış verdik. Dedi ki, əzmənim dedi, sən də bizim Saatlı rayonunun millət vermədim, sən də bir kəlmə get. Dedim ki, valla biz anadan olaraq Azərbaycan tanım olmuşuz. Mən tanımıram, eləmirəm, ancaq iki kəlmə söz deyib, bizimki deyib. Mən nə demək istəyirəm? Bizim də vətənimiz, məsələn ki, Otomağından tanışdıq, Gürcistandan. Mənim Allah rəhməti babam deyirdi ki, biz atdan keçirdik, İrəvandakı Zəngəzura gedirdik, Kocaman halına gedirdik, danışıb gedirdik. Dedim ki, belə bizimkiler gedib Zəngəzurda alsa, biz də Gürcistan'da öz atqa torpağımızı alsa, Azərbaycanın torpağını gör nə qədər artıq olur. Orada Rauf müəllim var, bizi Abdüləvilər Ərzəbəklərin yardımcısı. Evet, dedi ki, müəllim, 83-cü biz vətənsizdik, Aksatı'yla, 83-cü. Və bizlə bir yerdə, məsəl üçün, İrəvandan, Zəngəzurdan hamısını gərgin düşmüşük. Kimlərə görə olaraq. Mən arzu edirdim ki, tez gündə sizdə, biz də vətənimizdə qalışaq, öz yerimizdə olaq. Mən də bir Turançı kimi sizə arzu edirəm. Ben 22 yıldan Fransa'yım yani bu İnşallah. Gönderiyor bizi başına da etrafında yığın kapı gelir. İnşallah ki yaxşı olur. Ben hakikaten ben bir asker. Ben ama da direktör olmalılar, prezident olmalılar, asker olmak çakır. Özür istedim. Ben bir şey oluyor. Bakın, dünyanın hiçbir yerinde böyle bir şey yok diyor. Yani 100 kilometre arazisi olan Kıvacık'ta 3 tane beynelpak ayrıldı. Bir tane Karabağ'da. Ve Karabağ'da Cenab-ı Prezidentler olsun, büyük bir dahireler eşliği ben savunduğumuzun ki Cenab-ı Prezident Rusya'nın siyasi yönetiminde desteği ve siyasetçiler bu günde büyük siyasetle bu tarih korku yaratmakla Turan Birliği'nin yaranması vesaire inandırırım sizi tez bir zamanda bizi yetmiş milyon. İnşallah. Ve bütün ezeli torpaklarımız yerler. 100 var önemli. O vakti onların durma cevap vermeye tez bir zamanda geri verdi. Ne yapıyoruz? Yalan diyelim, yine yalan diyorsun. Bizim Sübhaniyen bir işte burada yalanımız vardı. Ondan kabakta seri vardı o da geldi. Orada da ben diyelim. Geldik. Bugün sizin kimi değerli kardeşleriniz, çok sağlığınızda böyle değerli kardeşlerimizin bugünler Kur'an Birliği'nin artık 10 ölçüde sergiledi. Bu öyle bir şey ki ben hiç buna yetmedim. Çünkü ben aynen zaten ancak başarıyorum sana. Doğru diyorum ki benim bu şartta ben lazım yaratmalar ki başkalarını koyacak işlesinler. Olamayı basıyor. Bunlar problemi yok. Ama biz siz ne demeksiniz? Cenab-ı Prezident çok yüzlü iş görür ve bunu inanın ki siz de görür. Hamını görür ki kim ne işle meşgul. Ama özür istiyorum. Ataların bir sözü var idi. Bir kenara çıkacak. Bir de doşan aradığına. İndi arabanı da yandırırlar. Doşan rüzgarı. Ona göre de bilirsiniz mi? Gerek Selman'la, senin devletimizin
ətrafında, xalqımızın ətrafında, astərnaf ailələrin, şəhid ailələrin, qazilərin hamının yanında olmalı. Və hamımız bir-birimizin arkasında olmalı ki, işimiz güzel. İnşallah. Bir daha burada Çok sağ olun. Teşekkür ederim. Çok minnettarım. Sağ olun. Bununla da əziz dostlarımız, çox dəyərli insanlarımız tədbirimizi yekunlaşdırır. Tədbirimiz qeyri-hökumət təşkilatlarının dövlət dəstəkləri, maliyyə yardımı ilə ilkin baxış tədbirimizi buna çatdırır. Biz bu gecə inşallah 5'də oradan da inşallah sabah olacaqlar da yəqin Bize şans verecek ki böyle bir sergini, böyle tədbir necə həyata keçiriləcək. Bilirsən, şəhərin girəcəyində çox böyük bir 10 min, 20 min əhalisi gəzən bir yerdə orada biz deməli, bax, belə gördüyümüzü sərgi kimi keçiriləcək, gələn insanlara Qərbi Azərbaycan tarixi ilə bağlı fikirlərini çatdırır. Xeyirli xəbərlərlə Aslında minnətdaram sənin də çox sağ ol Əbüz qardaş. Sən də əziyyət çəkmirsən, sınıf işlərinin elə görülməsində sənin böyük zəhmətin olub, əməyin olubdur. Bizim təşkilatın, özünün təşkilat sədridir, ancaq eyni zamanda bizdən əməkdaşlıq bir yerdə, ortaq proqramda çalışacağım. Bəli, Qərbi Azərbaycan. Niyə burada? Mən keçin dəfə deməm, yəni biz sağlam insanlar, nə qədər bir yerə balaca xırda koalisiyalar kursları eləsək, İrada xanım rəhbərliyinə, Köçəli bəyin gördüyü altında biz daha çox nailiyyətlər əldə edə bilərik. Yoxsa ayrı olursa, məsələn, belə bir birbirindən gücü, sağlam insanlar, bir olmayan, niyyətli olan adamları da sıramızdan çıxarda bilərik ki, burada. Yəni, bu deyil, bu xoruzun əyri getməsinin yerində dalğanı göstərəndə ki, xoruz əyri geliyor, bu atalar bir misalı. Aydın, çox sağ olun, təşəkkür ederim, minnətdarım. Gəl bir dənə bir şəkil çəkdə, İrada xanım, gəl bir yerdə. Gəl buraya, sən gəl buraya İrada xanım. Həm də İrada xanım, 20 ildir bizim bu təşkilatın elə... Anası demem. Yox, həm idarəti müdürüdür, həm anasıdır, həm... İrada anası oldu.